Qətərə yazığım gəlir. Bosniya ola bilər, bir də vaxtın lideri oldu. Edin Dzeko yenə də öz təcrübəsindən komandanın əsas lideridir, əsas hərəkət verici qüvvəsidir. Nəzərə almaq lazımdır ki, Bosniya və Hersegovina millisi də İtaliya millisini dünya çempionatından kənarlaşdırıb. Ola bilər. Futbol Kanada üçün xarakterik idman növü olmasa da, daha çox xokkey ölkəsi kimi tanınsa da. Davisə Kanadalılar dəhşətli şəkildə güvənirlər. Bu nəsil artıq nəticə verməlidir. Başa düşdüm ki, mən İsveçrəni, sənsə Kanadanı nisbətən belə önə çıxartdım. Salam əziz Sport 1 izləyiciləri. Dünya çempionatı özəl verişində İlkin Sultanlı və Zahir Xudiyev yenidən sizlə birgədir. Zahir bəy, yenidən xoş gəlmişik. Xoş gördük. B qrupunu müzakirə edəcəyik və B qrupu ilə bağlı fikirləri ictimaiyyətə çatdırmağa çalışacağıq. Bu qrupda da 4 komanda var və ev sahibi komandalardan biri olan Kanada yer alıb. İsveçrə, Bosniya, Hersegovina və Qətər yığmaları bu qrupda yer alıblar. Məncə də bu qrup güc baxımından bərabər səviyyəli bir qrupa oxşur. Yəni mən konkret olaraq burada biraz İsveçrəni üstün hesab edə bilərik, amma nəzərə almaq lazımdır ki, Bosniya və Hersegovina millisi də İtaliya millisini dünya çempionatından kənarlaşdırıb və mundiala vəsiqə qazanıb. Başlayaq dəyərləndirməyə. Siz nə düşünürsünüz bu qrup haqqında? Ötən verilişimizdə də A qrupu haqqında danışanda da qeyd eləmişdim. Yəni bu qrup da elə eyni demək olar ki, aşağı-yuxarı A qrupu kimi balanslı qruplardan biridir. Sadəcə orada hər 4 komanda demək olar ki, eyni güclü idisə də burada biraz Qətər digər 3 komandadan daha bir nisbətən geri qalır. Digər 3 komanda isə həm İsveçrə, həm Kanada, həm də Bosniya və Hersegovina kifayət qədər güclü, balanslı, yaxşı heyəti olan komandalardır. Nisbətən İsveçrə ön plana çıxa bilər. Bu da nəyə görə? Həm böyük turnir təcrübəsi baxımından İsveçrə demək olar ki, böyük turnirlərin heç birindən kənarda qalmır. Həm də ki, son 2 böyük turnirdə həm dünya çempionatında, həm Avropa çempionatında qrupdan çıxmağı bacarıb. Yaxşı komplektləşmiş heyəti var və oyunçuları da Avropanın müxtəlif yüksək səviyyəli çempionatlarında top qovururlar. İkinci kimi isə Kanada göstərmək olar. Kanadanın da hərçənd futbol Kanada üçün xarakterik idman növü olmasa da, daha çox xokkey ölkəsi kimi tanınsa da, son illərdə bu ölkədə futbolla bağlı bir yenilik, bir inkişaf var. Müəyyən oyunçuları Kyle Larin olsun, Jonathan David olsun, Davis olsun, hansı ki Bavariyada oynayırdı. Hərçənd zədəli idi və Bavariyanın son oyunlarında biraz yavaş-yavaş meydana çıxmağa başladı. Yəni müəyyən Avropada çempionatlarda oynayan tanınmış futbolçulara malikdir Kanada yığması. Bu iki komanda arasında gedəcək görünən odur ki, liderliyi uğrunda savaş və Bosniya-Hersegovinada istənilən halda bunlara mane ola biləcək gücdə bir komandadır. Sən də qeyd elədin ki, zarafat deyil, İtaliya kimi bir komandanı play-offlarda yolundan kənarlaşdırılıb və gəlibdir. Çox gənc yığmadır Bosniya və Hersegovina. Keçmiş Yugoslaviya dağılandan sonra yaranan ölkələrdən biridir. Amma həm də bir ekolu təmsil eləyir. Yugoslaviya ekolunu təmsil eləyir, Balkan ekolunu təmsil eləyir. Yaxşı futbolçuları var. Həm Edin Dzeko artıq yaşının çox hissəsi, gəncliyinin çox hissəsi geridə qalsa da artıq 40 yaşı var, səhv eləmirəmsə də. Edin Dzeko yenə də öz təcrübəsindən komandanın əsas lideridir, əsas hərəkət verici qüvvəsidir. Ondan başqa Ermedin Demirovic olsun, Amar Dediç olsun kimi bu kimi oyunçuları da var. Maraqlı bir mübarizə gözləyir bizi bu qrupda. İsveçrənin az bir fərqlə öndə olduğunu düşünürəm. İkinci yer uğrunda isə yəqin ki, Kanada və Bosniya və Hersegovina komandaları mübarizə aparacaqlar. Qətər isə bir öncəki mundialın təşkilatçısı ölkəsi idi. Bu ölkəyə müəyyən idmanla bağlı, futbolla bağlı investisiya qoyulur. Qətərin böyük şirkətləri dünyada, xüsusilə də Avropada klublara investisiyalar qoyurlar, klublar alırlar, futbolu ölkəyə gətirməyə çalışırlar. Bir çox ulduzları, daha çox biraz yaşı keçmiş ulduzları Qətər liqasındakı öz çempionatlarına aparırlar və imkan daxilində orada futbolu inkişaf elətdirməyə çalışırlar. Öz meydanlarında keçirilən mundialda da belə normal təsir bağışlamışdı ev sahibi kimi. Bu dəfə də Asiya qitəsindən o kvota yerlərdən birini tutdular. Seçmə mərhələdə də yaxşı iştirak elədilər. Hər halda haqq qazandılar, gəliblərsə bura. Deməli, nə isə var, hər bir halda turist kimi gəzməyə gəlməyiblər. Amma proqnoz verməliyiksə də, deyim də, yəni birinci İsveçrəni görürəm, sonra Kanada və ya Bosniya, hər ikisi ola bilər. Çox da bu da əmin deyiləm. Qrup sonuncusu kimi isə Qətəri görürəm.
Maraqlı bir qeyd var. Yəni Kanada mediasında bir fikir səslənir ki, biz 2022-ci ildə öyrəndik futbolu, dünya çempionatı ab-havasını. Artıq 2026-cı ildə, yəni öz ölkəmizdə keçən turnirdə nəticə vermədi. Hə, Kanada ikinci dəfədir böyük mundiala, dünya futbolunda, yəni böyük turnirə qatılır və ya da ikinci deyil, üçüncü dəfədir və bundan qabaqki heç bir turnirlərdə qələbə qazana bilməyiblər artıq. Yəni ilk qələbələrini qazanmaq istəyirlər. Ola bilər ki, yəni Qətərdəki heyətlə bağlı bir məsələ var ki, yəni artıq bu nəticə çıxarıblar. Bəli, bu nəsil artıq nəticə verməlidir. Hətta tələb edirlər ki, onlardan bu nəsil, bu Anthony Davis'dir, Jonathan David. Onlarda üstünlük cəhətləri var. Məsələn, sürətli, keçid oyununu yaxşı oynayan bir komandadır, sürətli komandadır, əks hücumlarda təhlükəli olmağı bacaran komandadır. Yəni hücum potensialı da yaxşıdır, amma müdafiə planında ola bilsin ki, hardasa zəiflik görünür. Ona görə biraz İsveçrədən geri qala bilər. Həm də dediyim kimi də ənənəvi futbolun ənənəvi xarakterik olduğu bir ölkə deyil. İsveçrə isə əksinə Avropa ekoludur. Üstəlik də İsveçrə yığmasının əsasını miqrantlar təşkil eləyir. Daha çox miqrantlardan Albanlar, ibarət. Kosovalılar. Hətta İspanlar, yəni müxtəlif oyunçular var ki, yəni müxtəlif ölkələrdən miqrasiya eləmiş ailələrin uşaqlarıdır ki, bir dönəm hətta o da türklər də Murad Yakın, Hakan Yakın hazırda komandanın baş məşqçisidir, bəli. Türk Yılmaz, yəni İsveçrə həmişə Avropada öndə gedən və bu miqrantların səbəbinə belə deyək, öndə gedən ölkələrdən biri olub. Ona görə, yəni Kanada hər nə qədər ideal gəlsə də həm də ev sahibi kimi bu çox xoşdur, əladır. Biz də rəngarəng maraqlı mübarizə görərik, amma istənilən halda İsveçrəni daha öndə görürəm. İsveçrədə mundiallarda Granit Xhaka indi kapitan olaraq idarə edəcək, belə təmsil edəcək, amma bundan qabaq Xerdan Şakirinin biz qollarını və hər mundialda bir maraqlı bir qol vururdu. İndi yoxdur və İsveçrə mediasında yəni o bir nəsil artıq öz yerini gənclərə verdi. Seferovic var idi, Xerdan Şakiri var idi. Yəni bunlar artıq öz dövrlərini başa vurdular belə deyək. İndi daha yeni nəsil var ki, yəni bunlar o nəsil aparıb çıxara bilirdi. Məsələn 8-də 1 finala, 4-də 1 finala komanda gedə bilirdi. Yəni indiki bu heyət bunu bacara bilərmi? Yəni İsveçrəni Valla mən İsveçrənin heyətini favorit olaraq qrupdan və indi kəsişməsi necə olacaq, növbəti mərhələdə kimlə qarşılaşacaq bilmirəm, amma qrupdan favorit olacaq qədər yaxşı heyət olduğunu düşünürəm. Kobel Borussia Dortmundla Bundesliqada yaxşı işlər görür. Hər nə qədər Jan Sommerdən sonra, Sommer artıq milli karyerasını başa vurdu, biraz şey var idi. Yəni əndişə, təşviş var idi azarkeşlərdə ki, necə olacaq, amma Kobel kifayət qədər təcrübəli qapıçıdır. Müdafiədə Interdə oynayan və uzun illər Manchester City'də Guardiola ilə işləmiş, onun o fəlsəfəsini mənimsəmiş, belə deyək, Akanji var. Yəni kifayət qədər Danındoy var, hücum həttində fərq yaradan futbolçudur. Ondan sonra sən qeyd elədin, yəni çox yaxşı heyəti var. Ayrı-ayrı fərqlənə bilən yaxşı oyunçuları var. Bir də ki, komanda şəklində yaxşı oynayan komandadır. Özdəki, yəni tipik sırf müdafiəyə meylli yox, daha çox sürət, keçid futbolunu yaxşı oynayan bir komandadır. Ona görə mən nisbətən daha üstün görürəm onları. Bundan qabaqki mundiallarda hər bir komandada, yəni müəyyən bir komandada olurdu ki, orada bir futbolçu xüsusi önəm daşıyırdı. Mən bunu məsəl üçün Cənubi Afrika Respublikasında Şabalala var idi, nə bilim. Açılış golunu vurmuşdu. Bəli, Elhacı Duyuf var idi. Bu tipdə futbolçular hər milli komandada, Portuqaliyada həmişə Ronaldonu fikirləşirdi. Yəni burada da nə xüsusi diqqətimi çəkir? Davisə Kanadalılar dəhşətli şəkildə güvənirlər. Hətta zədədən qayıtmasına rəğmən. Yəni fikirləşirlər ki, o dünyanın ən yaxşı ulduz futbolçularından biridir və bizi öz arxasınca daşımalıdır. Davis bunu bacaracaq gücdədir Davis. Avropada, yəni Bavariyada daha çox sol cinah müdafiəçisi kimi tanınsa, yəni çıxış eləsə də öz ölkəsində onu daha çox mərkəzdə oynadılar. Boydan boy sol cinah olan verirlər. Hətta deyərdim bir növ belə o Gareth Bale-in inkişaf mərhələlərini keçir sanki Davisdə. Sol cinah müdafiəçisi kimi başlamışdı Bale, sonra yarım müdafiə, sonra hücuma keçdi. İndi də yəni Davis o şəkildə öz ölkəsində isə yəni də hücumda daha çox oynayır. Yəni ona Davis kimi bir oyunçuya sən meydanda açıq, boş zona versən, yəni həqiqətən çox təhlükəli olur. Və rəqiblər də ona uyğun rəqiblərdir. Çünki həm İsveçrənin yaş ortalaması,
həm də Bosniya-Herseqovina yaş ortalaması kifayət qədər yüksəkdir. Amma yəqin ki, xüsusi bir önləm alar məşqçilər hər halda bizim düşündüyümüzü onlar da düşünürlər. Hər halda boş zona verməməyə çalışacaqlar. Daha çox o futbol terminində bir şey var. Ayağının dibində oturacaqlar. Ayağında oturacaqlar ki, imkan verməyəcəklər, geniş hərəkət zonası verməyəcəklər. Amma əgər onu tapa bilsə, yəni o sürəti hesabına həm qollar vura, həm də ki, Jonathan David kimi, Kyle Larin kimi adamlara da qol vurdura bilər. Xüsusi bir məqam da var. Məsəl üçün deyirsən ki, onun qarşısının sürətini kəsəcəklər. Bu adam duran toplarda da çox yaxşıdır. Yəni standart cərimə zərbələrində də yaxşıdır. Məncə Davis bu çempionatın artıq özünü göstərmək məcburiyyətindədir və ən yaxşılarından biri olmaq istəyəcək. Öz ölkəsində, Kanadada, bəlkə də Davisin sayəsində Kanada futbol daha da seviləcək. Ola bilər. Əslində belə başa düşdüm ki, mən İsveçrəni, sənsə Kanadanı nisbətən belə önə çıxartdın. Ev sahibi Burada olaraq fikirlərimiz üstə düşmədi. Ev sahibi olaraq Kanadanı bir balaca üstün hesab edirəm. Çünki Kanadanın yaş ortalaması daha yaxşıdır İsveçrəyə. Çünki həm də sürətli futbol oynamaq xoşlayır. Elə isə keçdik tez bazar təhlilə, tez bazar dəyərləndirməyə. Suallar verirəm. 6 sualdır və sən tez fikirləşib cavab verməlisən. Qrupun favoriti hansı komandadır? İsveçrə. B qrupunun sürpriz nəticəsini hansı komanda göstərə bilər? Bosniya-Herseqovina. Ən yaxşı oyunçu olaraq kim özünü göstərə bilər? 2 Balkan ekolu var orada. Granit Xhaka, Alban kökənli və Edin Dzeko Bosniya kökənli. İkisindən biri olacaq yəqin ki. Bəlkə də elə qoca vaxtında Dzeko. Hansı komandanın bu qrupda olmasını istəmirsən? Yəni orada üzülürsən ki, heyf ki bu komandadır, bu qrupdadır. Qətərə yazığım gəlir əslində. Üzülürsən də ki, yazığım gəlir. Yəni çox belə möhkəm, çətin, belə bərk qoz komandaların arasına düşüb də onun üçün çətin olacaq məncə. Bu komandalardan hansı bu mundialda daha irəli gedə bilər? Düşünürəm ki, İsveçrə gedə bilər. Və son olaraq hansı oyuncunun səhər yuxudan oyanarsan? Oyunların siyasına baxmaq lazımdır. Qətər-İsveçrə oyunu var. İsveçrə-Bosniya-Herseqovina oyunu var. İsveçrə-Kanada oyunu var. Səhər saat 8-dədir. İşə gedən vaxtdır. İşə getmirəm onsuz da. Yəni İsveçrə-Kanada və İsveçrə-Bosniya oyununa görə biri saat 8-də, biri 6-da hər ikisinə görə oyanıb baxmaq olar. Hətta İsveçrə-Bosniya-Herseqovina oyununa görə saat 6-da oyana bilərəm. Böyük ehtimalda oyanıb baxacağam oyuna. Çox maraqlı oyundur mənə görə. Biz yenə də dünya çempionatı bitənə qədər sizlə birgə olacağıq. Hələ digər qrupları da dəyərləndirəcəyik. Sizdən bir xahişimiz var. Kanala abunə olun və paylaşımları bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.